Bugün Pamuk'u çox adam soruşur ki, bugün necədir? Çünki dünən paylaşmışdım pisdir deyirəm. Bugün yaxşı olan günüdür. Yaxşı dediyim, yəni qusması olmayan və yemək yeyən günüdür. İshal zaten 6 aydır hər gün olur. Videoda da görürsünüz, xeyli yemək yeyib, qarnı şişdi. Elə bu videonu çəkməmişəm. 5-10 dəqiqə olmazdı heç. Çıxardım bura koridora qum yoxdur deyə. Ortaya kakasını eləyib. Yəni hansı ki qusma olmayan gün, qusma olan günlər mən nə yedirsəm dərhal qaytarır. Vədəsi boş olur deyə su qaytarır gün ərzində 4-5 dəfə. Qusması olmayan günlər özü yeyir, hətta xeyli yeyir, qarnı xeyli yəni böyüyür. O qədər yeyir ki, hətta bəzən. Amma yediyi heç bir şey canına yapmır. Çünki oradan yeyir, dərhal qaçır quma, ishaldan çıxarır. Oradan yeyir, dərhal qaçır quma, ishaldan çıxarır. Yəni mədə bağırsağı belə işləyir. Daha doğrusu işləmir, məhv eləyir. Yəni bu parazit bağırsaqda yaşayan, Cryptosporidium bağırsaqda yaşayan mikroskopik bir parazitdir və mədə bağırsağı sindirim sistemini məhv eləyir deyə və bu yazın da içdiyi dərmanlar, od bahasına ucu hər gün dərman içir, fərqli probiotiklər, nə bilim, yediyi yemək belə. Od bahasına yemək yeyir, amma nə olsun ki, yəni oradan yeyir, oradan ishaldan çıxarır, dərhal çıxarır. Yəni həzm eləmir, canına yatmır. Xəstəlik bu dərəcə çətin bir xəstəlikdir. İkinci xəstəlik ondan daha bətərli. Bütün orqanı, o mədə bağırsağı məhv edirsə, bütün bədənini məhv edən, çökdürən, immunitet, bütün orqanları zəiflədən, məhv edən bir xəstəlikdir. Bu şiddətə görə belə bir döngüdə qalıb. Cryptosporidium haqqında qısa yenə demək istəyirəm ki, cəmi 3 növ, bütün dünyada bu paraziti müalicə edən 3 növ antibiotik var. İtazaksin, azitromisin, paramomsin. Paramomsin ümumiyyətlə Azərbaycanda yoxdur, xaricdədir, iri buynuzlu malqara. Üçündə olsa belə Azərbaycanda yəni doğulası heyvanlar, iri buynuzlu heyvanlar və insan üçündür. Heyvan pişiklərə uyğun deyil, pişiklərdə ümumiyyətlə nadir rastlanan bir xəstəlikdir deyə. Belə çox ediləcək bir şey yoxdur. Sadəcə itazaksin, azitromisin qalır. Bu pamukda onlarla müalicə olunur. Hansı ki, bir gün qusma olur, bir gün yaxşı olur. Ancaq biz görəndə ki, ishal bu videodakindən daha şiddətlidir. Qusması bir gün yox, hər gün olur. Yəni ardıcıl hər gün, bu gün də sabahda birisi gündə görək ki, artıq qusmadır, yemək yemir, davamlı qaytarır. Onda bilirik ki, parazit yükü artır, yenidən antibiotika başlanmalıdır. Antibiotik 7 gün içir. İshal qusma dayanmır, zəifləyir, parazit yükü azalır. Çünki dediyim kimi heç bir vasitə bu paraziti tamamilə yox etmir. Elə bir şey yoxdur. Bu yolxan istənilən canlıda ömürlükdür. Ona görə də parazit yükü azalır, ishal qusma zəifləyir. Yenidən antibiotikin təbii olaraq necə deyim, etkisi keçdikcə 1-2 həftə sonra təzədən yenə başlayır şiddətlənməyə, ishal qusma yenidən antibiotika başlanılır. Belə bu döngüdə qalıb bu heyvan. Yəni iki çətin xəstəlik var, ikisi bir-birinin müalicəsinə əngəl olur. Xüsusilə bu Cryptosporidium çox inadkar, heç vaxt sağalmayan bir şeydir. Durumunu bu içdiyi 1 ton od bahasına iynə dərmanlar sadəcə stabil saxlayır, çox zəif təsir edir. Təbii olaraq bağırsaqla, mədə bağırsaqla bağlı xəstəlik olduğu üçün sindirim sistemi, bütün içdiyimiz, yediyimiz hər şey, onları da bizdə də sindirim sisteminə bədənimizə yatdığı üçün onun da belə canına yatmır. Mədə bağırsağı sindirim sistemi bərbad halda olduğu üçün. Və ediləcək bir şey də, yəni çox bir şey yoxdur. Yəni ediləcək hər şey artırılması ilə 6 ayda edilir. Və bu şəkildə bu heyvan həyatda qalır. İrəli gedə bilərmi? Ən çox da bunu soruşurlar ki, sağala bilərmi? Sağalma ehtimalı da var. Bu halda hətta 1 ay da yaşaya bilər, 10 il belə yaşaya bilər bu cür, yəni bu durumda ishal qusma ilə, yəni bu müalicələrlə sadəcə 10 il də həyatda qala bilər. Anında hətta həkimdən soruşmuşdum, ani ölüm riski varmı? Anidən ölə də bilər. Tamamilə bədənin reaksiyasından asılıdır. Hansı ki, bədəni biraz daha müalicələrə güclü cavab versə, bədəni qüvvətlənməyə başlasa, dediyim kimi, bədən qüvvətli olanda parazit tamamilə zərərsiz qalır. Yəni zərərsiz olur. Heç bir simptom vermir, sakit qalır bağırsaqda. Ancaq ikinci çətin xəstəlik varsa, fib kimi və yaxud başqa, o zaman ölümcül bir hal alır. Yəni bədən tamamilə çökür, sindirim sistemi tamamilə çökdüyü üçün, fib bütün bədəndə çökdüyü üçün, yəni bu heyvanda fib ikinci xəstəlik. İkisi bir-birinə bətər xəstəliklərdir və hər ikisi üçün də ediləcək çox bir şey yoxdur. Fib üçün də cəmi 2 dənə müalicə üsulu var, dərman və iynə, GS iynəsi ilə monopravir tərkibli dərman. Onlar ikisi də edilib 4 ay. Belə bu pişiyin durumu budur.